Salam. Mövzumuz olacaqdır 8-ci sinif biologiya 2-ci hissədən 7.2-yə aid öyrəndiklərinizi tətbiq edin. Sxemə diqqətlə baxın. Çatışmayan sistematik kateqoriyaların adlarını əlavə edin. Bax, qeyd eləmişəm burada. Növ olaraq boz qarğa verilibdir. Bildiyiniz kimi cins olaraq qarğa cinsidir. Fəsilə qarğalar, dəstə sərçəkimlər, sinif quşlar, tip xordallar, aləm isə heyvanlar aləmi olacaqdır. Müzakirə edin. Birincidə soruşulur. Niyə boz qarğanın məhz bu tipə aid edirlər? Bildiyiniz kimi xordallar tipinin əsas xarakterik xüsusiyyəti onların daxili skeletə, xordaya malik olmasıdır və bunlar da deməli embrional dövrdə xordaya malik olsalar da, sonradan onurğaya malik olduqlarına görə xordallar tipinə aid edilir. İkinci soruşulur, bu sinifin nümayəndələrinin hansı səciyyəvi xüsusiyyətləri var? Baxırıq, boz qarğa quşlar sinifinə aiddir. Quşlar sinifinin xarakter xüsusiyyətləri bura daxildir. Bildiyiniz kimi quşların xarakter xüsusiyyəti bədən örtüklərinin lələklə örtülü olması, pəncə lüləsinə malik olma, üst və alt dimdiyin deməli çənənin dimdiyə çevrilməsi, sonra quşlar sinif xarakter xüsusiyyəti sağ aorta qövsü ilə böyük qan dövranının başlaması, iki qat tənəffüs, hava kisələrinə malik olmaq, uçmaqla əlaqədar olaraq sidik hissəsinin reduksiyaya uğraması, bir yumurtalığın qalması kimi xüsusiyyətləri qeyd edə bilərik. Üçüncü soruşulur, sizin fikrinizcə bu dəstəyə daxil olan qohum fəsilələri varmı? Cavabınızı əsaslandırın. Bu dəstəyə qohum fəsilələrə biz bülbülləri, qaranquşları, qara toyuqları, sığırsınları və sərçəkimlər fəsiləsinin özlərini də misal göstərə bilərik. Öyrəndiklərinizi yoxlayın. Eyler-Venn diaqramını qurun, onurğalı və onurğasız heyvanların oxşar və fərqli xüsusiyyətlərini qeyd edin. Bildiyiniz kimi, əvvəlcə biz onurğalı və onurğasız heyvanların oxşar xüsusiyyətlərini qeyd edək. Deməli, bildiyiniz kimi heyvanlar aləminə aiddir hər ikisi. Sonra eukaryotlar, yəni hüceyrələrində nüvə mövcuddur. Deməli, adətən heterotrof yolla qidalanırlar, yəni hazır üzv maddələrdən istifadə edirlər. Çox hüceyrəlidirlər və bunlarda hüceyrə ixtisaslaşması mövcuddur. Onurğalı heyvanların xüsusiyyətlərinə gəlincə, bunlar onurğaya malikdirlər, yəni daxili skeletə malikdirlər, yəni İnkişaf etmiş onurğalı heyvanlar olsa da, ibtidai nümayəndələri daxili skeletini xorda təşkil etmiş olur. Onurğasız heyvanların fərqli xüsusiyyətlərinə gəlincə, onurğasız heyvanlarda müxtəliflik daha çoxdur. Onların müxtəlif şəraitdə yaşaya bilən nümayəndələri mövcuddur. Parazit yaşayanları mövcuddur və bunlarda xarici skelet mövcuddur ki, yəni bədən örtüyü onlarda əksəriyyətində xarici skelet rolunu yerinə yetirə bilir. İkinci, iki tərəfli simmetriya və şüalı simmetriya arasında fərq nədir? Onların hər biri heyvanların ətraf mühit şəraitinə uyğunlaşmasına necə köməklik edir? Bildiyiniz kimi, iki tərəfli simmetriyaya malik olanlarda cəmi bir müstəvi, onların orqanizmdə bir müstəvi keçirmək olur və bir müstəvi onları iki bərabər hissəyə ayırmış olur və hər bir hissədə isə eyni orqanların hissələri yerləşmiş olur. Şüalı simmetriyaya gəlincə, bunlar bir nöqtədən çıxan şüanı xatırladır və bir nöqtədən bədənin oxşar hissələrinə uyğun olaraq simmetriya müstəvilərini keçirmək mümkündür. Onların hər biri heyvanların ətraf mühit şəraitinə uyğunlaşmasına necə köməklik göstərir? Bildiyiniz kimi, şüalı simmetriyaya malik olan heyvanlar adətən su mühitində yaşamış olurlar. Ona görə də onlarda şüalı simmetriya yaranmışdır. Bu qədər, sağ olun.